Deməli indi Pensilvaniyadayam və burası suburbdur da, ümumiyyətlə demək olar ki şəhərdən uzaqdır. Gecə burada qaldım, uzun yolu sürmədim və belə qənaətə gəldim ki, səhər yuxudan durdum və dedim yola çıxmadan öncə səhər yeməyi yeyim və belə qərara gəldim ki, axtarım görüm ətrafda nə var. Və burada bir breakfast table deyilən yer var, bura gəldim. Onlar dedi ki, biz ancaq cash, nəqd pul götürürük, kart götürmürük. Ən yaxın ATM aparatı da pul çıxarmaq üçün 2 mayl uzaqlıqdadır. Mən də qərara gəldim ki, başqa yeməyə başqa yer axtarım tapım və onlara zəng elədim. Soruşdum ki, siz nəqd pul qəbul edirsiniz, yoxsa kart dedik. Hamısını, hətta Apple Pay də qəbul edirik. Dedim, mənim adamımsınız, əla. Və gəlirəm. İndi gedirəm ora. Bu gedəcəyim yerin isə adı Sunny Side Up'dır. Sunny Side Up. Sunny Side Up. Gedək görək nə yeyirəm orada. Çox acımışam. Yəqin havadandır həm də, hə? Hava ki belə soyuqdur, adama belə bir acılıq hissi gəlir. Mən adətən səhər tezdən yemək yemirəm. Yəni səhər yeməyinə adətən skip eləyirəm. Çox gözəldir amma buralar. Hava soyuq olsa da, hava hazırda deməli neçə 50 dərəcə deyir. 56, 50 yox, 56 dərəcədir. Mən hətta gəlib çatdım. Mənim breakfastim gəldi. Məncə də pis görünür. Bunu da elə bağlayıblar ki, elə bir ki qızıl düşüblər.